Salam, axşamınız xeyir olsun. Salam, axşamınız xeyir olsun. Leyla xanım, axşamınız Coşqun xeyir bəy, olsun. xoş Yoldaşlar, gördük hər xeyir birinizi. olsun. Çox sağ olun. Yoldaşlar, səs gəlir hər kəsə. Bir dənə təsdiqiniz zəhmət olmasa. Düz Leyla xanım mənə gəlir. Səsiniz gəlir. Əla. Bəli, gəlir, salam. Bizim komanda videolar qoyub. İndi masterclass başlayana qədər piknik videoları çox idi. İndi onsuz da HR-lar haqqında fikirləşirlər ki, daha çox əvvəl fikirləşirdilər ki, onlar işləmir, ancaq belə oturur ya nəsə başqa işlə məşğuldur. Elə bu iki videoda olması lap elə bir yerinə düşüb onun. Okey. Yolda Leyla xanım, mən 2 dəqiqə bir ön giriş edeyim. Daha sonra da birbaşa sözü sizə verəcəm. Mənim qeydim nə ilə əlaqə olacaq yoldaşlar? İndi Leyla xanım başlayacaq. Həm özü haqqında məlumatı verəcək, həm də bugünkü masterclass mövzumuz və ümumiyyətlə onun gedişatında da müəyyən praktik hissəmiz olacaq ki, onları çalışacaq ki, biz sizə çatdıraq. Təkrar hər kəsin axşamı xeyirli olsun. Suallarla bağlı bir qeydim olacaq. Yoldaşlar, bir, səsin açıq və ya bağlı olmağına zəhmət olmasa diqqət edərik ki, səs açıq olduqda bəzən masterclassın gedişinə təsir edə bilir. Ona görə bir səslər bağlı olsun, kiminsə sualı olarsa əl qaldırması kifayətdir ki, Leyla xanım uyğun bir vaxtda söz versin. Ancaq siz sualı unutmamaq üçün sağ tərəfdə komment hissəsi var, çox güman ki görürsünüz. Həmin komment hissədə də bunu qeyd edə bilərsiniz ki, daha sonra sual-cavab hissəsində biz həmin suallara qaydaq. Bu şəkildə mənim başqa xüsusi bir qeydim yoxdur. Uğurlar inşallah hər birimizə. Leyla xanım, buyurun, söz sizdədir. Çox sağ olun Coşqun bəy. Hər birinizi xoş gördük, hörmətli iştirakçılar. İcazənizlə mən ilk öncə təqdimatı paylaşım. Daha sonra özüm haqqında qısaca məlumat verəcəyəm. Görebilirsiniz ekranı. Hal-hazırda görünmür. İndi görünür mü? Yox, hər iki bir dəyişiklik. Deyəsən görünməyə başlayır. Bəli, hal-hazırda görünür. Görünür. Bəli, görünür hal-hazırda. Okey. Bugünkü təlimimiz bu formada uyğun deyil, düzdür. Daha yaxşı olar ki, bu formada göstərək. Daha ekranı açıq olsun. Deməli, hörmətli iştirakçılar, bizim bugünkü nəzərdə tutduğumuz masterclass şarm sertifikatlarına hazırlıqla bağlıdır. Yəqin ki, bir çoxumuzun məlumatı var. Bu sertifikatla bağlı beynəlxalq sertifikatdır. Amerika Birləşmiş Ştatları tərəfindən təqdim olunur. Bizim bugünkü masterclassımız bu sertifikata hazırlıqla bağlı, strategiyalarla bağlı, daha sonra praktiki hissələrlə bağlı olacaq. Və ilk öncə icazənizlə mən özümü təqdim edeyim. Mənim adım Leyladır. 10 ildən artıqdır ki, həm HR, həm OD sahəsində, təşkilatı inkişaf sahəsində fəaliyyət göstərirəm. Karyerama Türkiyədə başlamışam. Daha sonra Azərbaycanda SOCAR-da fəaliyyət göstərirəm. Hazırda SOCAR-ın baş ofisində insan kapitalı inklüzivlik segmentində təşkilatı inkişaf departamentində fəaliyyət göstərirəm.
Özüm haqqında bu qədər. Və ilk öncə mən sizinlə agendanı paylaşmaq istəyirəm ki, bizim bugünkü master klassımızda toxunacağımız mövzular nədən ibarət olacaq? Yəni, məqsədimiz bir awareness yaratmaqdır. Bizim kursumuz, yəni HR Option, eyni zamanda bu ildən HR Option kursunda şarm sertifikatına hazırlıqla bağlı təlimçi olaraq fəaliyyət göstərəcəyəm və bu kurs müddətində, bizim proqram müddətində biz nələrə toxunacağıq, bu sertifikata hazırlıq yolunda hansı yollardan keçəcəyik, bizim nəticələrimizin uğurlu olması üçün hansı bir modeli tətbiq edəcəyik, bununla bağlı kiçik bir təqdimat kimi sizə təqdim edəcəyik. İlk öncə What's Charm and Why It Matters, yəni ümumiyyətlə bu şarm sertifikatı nədir və nə üçün hazırda, yəni modern dünyada HR-lardan bu sertifikat tələb olunur. Daha sonra Core Charm Preparation Resources, yəni hazırlıq resurslarımız, materiallarımız nələrdən ibarət olacaq? Ümumiyyətlə exam overview, imtahanla bağlı məlumat verəcək, bu hansı vaxtlarda olur, sual sayıları, müddətləri ilə bağlı məlumatlar. Bir də imtahanlar müddətində bir challenge-lar yaşayır bəzən HR-lar. Onların yaşadığı ümumi bu çətinliklər nədən ibarətdir, nəyə görə belə çətinliklər yaşanılır? Bunlarla bağlı məlumat təqdim edəcək. Daha sonra Charm Thinking Model, yəni uğurlu olmaq üçün hansı model tətbiq olunur? Yəni onların yanaşması nədir? Bunu biz necə özümüzdə əldə edə bilərik ki, imtahan verdiyimiz zaman suallara o aspektdən yanaşaraq daha doğru istənilən cavabı seçə bilək. Əlbəttə ki, yol xəritəmizi təqdim edəcək ki, hansı yol xəritəsi ilə biz hazırlaşıb imtahanlara doğru gedirik və bizim master klassımızın ən önəmli hissələrindən, ən maraqlı hissələrindən biri də praktiki suallar üzərində olacaq. Yəni, şarm stili ilə bağlı şarmın təqdim etdiyi кейslər, senaryolar üzərində maraqlı suallar üzərində birlikdə çalışacağıq. Bu interaktiv şəkildə olacaq. Yəni sizin bu suallarda iştirakınızı arzu edirik. Bu çox maraqlı olacaq birbaşa cəlb olunduğunuz zaman. Və düşünürəm ki, bu formatda biz bugünkü master klassımızı keçirdiyimiz zaman sizdə artıq müəyyən fikirlər formalaşmış olacaq. İndi növbəti hissədə, yəni planlaşdırdığımız odur ki, birinci bir senaryo ilə başlayaq. Hansı ki, situational judgment questions deyirlər buna imtahanlarda. Bir case olacaq və onun üzərindən suallarla biz davam edəcəyik. Amma ilk başda mən sizlərdən soruşmaq istəyirəm. Sizin bu sertifikatla bağlı, bu imtahanla bağlı ümumiyyətlə məlumatınız varmı? Və siz maraq göstərirsiniz təbii ki, bu sertifikatı əldə etməyə. Bununla bağlı, yəni kimsə fikirlərini paylaşmaq istəyərmi? Yəni məqsədiniz nədir? Nə üçün siz bu sertifikatı əldə etməyə maraq göstərirsiniz? Yəni mikrofonlarınızı unmute eləyib suallara cavab verə bilərsiniz, fikirlərinizi, təcrübənizi paylaşa bilərsiniz. Axşamınız xeyir Leyla xanım. Axşamınız Mən xeyir. bu sertifikatla maraqlanıram. Adım Həcərdir, Həcər Zeynallı. Bu sertifikatla maraqlanıram. Düzdür, bu sahədə işləmirəm, amma ixtisasım HR-dır. Sadəcə belə deyim də, özümün iş təcrübəm 10 ildən çox olduğuna görə, məsəl üçün HR assistant, junior HR kimi apply edirəm vakansiyalara, amma geri dönüş almıram. Və fikirləşirəm ki, yayda inşallah Ascension alım əvvəlcə ilk öncə ki, bu işə başlamaq üçün. Düzdür, bir çox yerlərdə deyirlər ki, bu vacib deyil, amma bəzi yerlərdə HR assistant kimi CV atanda görürəm ki, orada yazılır ki, beynəlxalq sertifikat olanlara üstünlük verilir. Sadəcə mən bildiyim qədər Ascension biraz hasandır, ingilis dilində səviyyəsi çox yüksək deyil. Amma məncə opsi seçərəmlər SP, sonra bəzilərini o deyəsən yüksək upper intermediate-dən yuxarı lazımdır səviyyə. Biz bu mövzulara toxunacaq ilerleyen zamanlarda. Çox sağ olun cavablandırdığınız üçün.
Başqa fikrini paylaşmaq istəyən varsa, eşidə bilərik. Vaxtınız xeyir olsun. Vaxtınız xeyir. Kəmalə Hüseynova, mən dövlət qurumunda işləyirəm. Bu sertifikatı ona görə almaq istəyirəm ki, növbəti karyera pilləsində daha fərqli bir quruma keçid edim. Çünki beynəlxalq sertifikat həm üstünlükdür, amma başqa bir səbəb odur ki, mən istəyirəm beynəlxalq yanaşmanı bilim və onu işdə tətbiq edim və yaxud oxuduqca başa düşdüm ki, nələri indiyə qədər tətbiq edirdim və nələrdə mənim zəifliyim var və mən onları düzəldim. Çox gözəl, çox sağ olun Kəmalə xanım. Biz indi suallar üzərində işlədiyimiz zaman və kurs müddətində də, yəni suallar üzərində işlədiyimiz zaman görəcəksiniz nə qədər real кейslərdir. Sanki bizim o day-to-day operationlarda qarşılaşdığımız vəziyyətlərdir və hər kəs suallar üzərində işləyəndə özünə oradan bir pay çıxardır. Aha, mən də bu situasiya ilə qarşılaşmışdım, mən də bu qərarı vermişdim. Çox maraqlı keyslər var, ümumiyyətlə şarm sertifikatında, bu imtahanda. Yəni, onunla bağlı biz gedişatda toxunacağıq. Əgər istəyirsinizsə elə vaxt itirmədən bizim birinci senaryomuza keçək. Bu senaryonu mən sizin üçün oxuyacağım. Buradan sonra növbəti hissədə sual verilir və sualın cavabları var. Və sual oxuduqdan sonra sizin bir dəqiqəlik müddətiniz olacaq, vaxtınız olacaq ki, chat bölməsində doğru hesab etdiyiniz, yəni A, B, C, D hansı bir variantı doğru hesab edirsinizsə onu cavablayacaqsınız. Daha sonra biz hansı variant daha doğrudur, daha most strategic, yəni şarmın istədiyi tərzdədir, digərləri nəyə görə daha doğru deyildir, birlikdə onları analiz edəcəyik. İcazənizlə mən başlayayım birinci bizim senaryomuzdan. Sualı oxuyarkən bəzən görünür ki, həcmləri çoxdur. Çalışıb sualdakı əsas key pointlara fokuslanmaq lazımdır. İndi bir neçə dəfə biz indi bunu birinci olaraq izah edirik, danışırıq. Daha sonra masterclassın sonunda təkrar senaryolara qayıdacağıq. Artıq siz özünüzdə o fərqləri hiss eləyəcəksiniz ki, birinci və sonuncuda nə kimi pointlara diqqət edilməlidir. Senaryo başlayır. An HR manager is employed in the food services division at an international airline. The division employs about 150 people of various ethnicities and cultures, many of whom speak English as a second language. Employees are required to complete an annual online food safety training course with a passing score of 80% or better. However, the HR manager discovers that several employees who correctly apply the training knowledge on the production line are failing the training course. After speaking with managers and employees, the HR manager learned that English reading comprehension is negatively impacting training scores. Burada anlatılan case, yəni bir HR managerdir, International Airline şirkətində işləyir və Food Services bölümündə, hansı ki o bölümdə 150 nəfər işçi var və müxtəlif etnik kökənlərdən, mədəniyyətlərdən cəmləşiblər və ingilis dili onların ikinci dilidir. Onlar məcburi food safety training kursları keçməlidirlər və 80% üzərində. Və müşahidə edir ki, işində bu training biliklərini düzgün tətbiq edən bəzi işçilər kursda fail edirlər, kəsilirlər. Və menecerlə və işçilərlə müzakirələr aparıb danışandan sonra HR menecer başa düşür ki, ingilis dilini oxuma, anlama səviyyəsi training nəticələrinə təsir edir. Keysimiz bundan ibarətdir. Bu keyslə bağlı birinci sualımız belədir. A new training course that reduces the influence of English reading comprehension on test scores is implemented, but several employees complain that the new training course is more time-consuming than the old training course. What is the most effective action? The most effective action for the HR manager to take to address these employees' concerns. Deyir ki, bu oxuma bacarıqlarına, oxuyub qavrama bacarıqlarına təsir etsə də, bir çox işçilər fikirləşirlər ki, yeni tətbiq olunan bu kurs vaxt itkisinə səbəb olur.
Bu baxımdan HR menecerə müraciət ediblər və burada HR menecerin bu işçilərin konserninin narahatlığını həll etmək üçün ən effektiv action hansıdır? Sualımız bundan ibarətdir. A variantında tell those employees that HR will review the contents of the new course and discuss their concerns with the training manager. Deyir ki, HR kursun kontentini review edəcək, nəzərdən keçirəcək və menecerlə bu barədə, training menecerlə bu narahatlıqlar barədə müzakirələr aparacaq. Bir variantında deyir, tell those employees that HR will re-implement the old course until another more efficient course is developed. Yeni, daha effektiv bir kurs inkişaf etdirilənə qədər köhnə kursa davam edəcək. Yəni onu yenidən tətbiq edəcək. C variantında deyir, tell those employees that HR will use feedback to develop recommendations to improve the training course. O işçilərə deyir ki, HR deyir ki, feedbackləri istifadə eləyərək daha inkişaf etdirəcək bu kursu. D variantında tell those employees that HR will replace the training course with on-the-job training evaluation. Yəni, iş başında training dəyərləndirilməsinə dəyişdirəcək. Düşünürəm ki, bura qədəri aydındır və sizin hal-hazırda 1 dəqiqəlik vaxtınız var ki, chat bölməsində öz cavablarınızı qeyd edəsiniz. Buyurun, vaxt başladı. Leyla xanım, sualları Azərbaycan dilində yenidən təkrarlama şansımız varmı? İngiliscə yox, sadəcə Azərbaycan, bəlkə kimlərsə hansısa detalı qaçırmış ola bilər. Təbii ki, Coşqun bəy. Deməli, bu yeni training kursu İngilis dili oxuma, anlama bacarıqlarına müsbət təsiri oldu. Yəni, nəticələrə yaxşı təsiri oldu. Amma eyni zamanda bəzi işçilər şikayət edir ki, bu çox vaxt aparır. Time consumingdir. Köhnə kursla müqayisədə, təlimlə müqayisədə. Burada HR menecerin ən effektiv yanaşması, action'ı, yəni tədbiri, bu problemi, bu employelərin narahatlığını həll etmək üçün aşağıdakı variantlardan hansı biri ola bilər? Yəni, siz suala cavab verərkən özünüzü həmin situasiyanın içərisində təsəvvür edin. O HR menecerin yerinə qoyun və o aspektdən dəyərləndirməyə çalışın. Və yaxşı olar ki, öz təcrübələrinizi unudun. Tamamilə fresh, yenidən bir yanaşma ilə bu sualı cavablandırmağa çalışın. Mən chat hissəsini görmürəm, Coşqun bəy. Cavablar yazılır yəqin ki, ora. Siz görə bilirsinizmi? Yoldaşlar. Bəli. Cavablar yazılır artıq. Üstünlük müxtəlif variantları, siz istəyirsiniz slaydı arxa plana keçirib də siz sağda görə bilərsiniz. Fərqli variantlar da var çünki. Yəni, ağırlıq bir variant üzərində də ancaq fərqli variantlar. Bu varianta keçəndə slaydlarda neysə ümumi başqa cür görünür. Ona görə... Bu bizim üçün problem deyil. Heç şey eləməyin. Sharing'i stop eləməyin heç. Siz Düz biz qarışıq görürük, amma problem deyil. Belə də qala bilər. Heç bir problem yoxdur. Yox, siz suallar aydın görünürmü? Yox, bu dəqiqə sual görünmür. Biz ancaq sizin ekranı görürük. Onu deyirəm, ekran qarışıq görünür. Onu mən istəyirəm ki, düzəldim. Bəlkə bunu yenidən bir şeir eləyim. Çünki istəyirəm ki, mən də chat hissəsində görəm. Siz görə bilirsiniz hazırda chat hissəni? Siz mənim ekranımı görürsünüz indi? Bəli, hazırda görünür ekran. Yox, görünmür. Yəqin ki, müxtəlif variantlar seçilib. Yəni, Bizim mən səsləndireyim burada. Ağırlıq C variantıdır. Ancaq D və B variantlarını da gördüm. Ağırlıq ancaq demək olar ki, hər kəs C-ni seçib. C variantını seçiblər.
Gəlin belə deyək, bu şarm imtahanlarında ümumiyyətlə maraqlı yanaşma odur ki, distractorları, yəni doğru olmayan variantları birinci tapmaq lazımdır ki, sonunda nəyə görə ən doğru variant odur, ora gedib çıxa bilək. Gəlin bir-bir variantların üzərindən keçək, görək nəyə görə doğru deyil. Birinci variantı, A variantını seçənlər varmı? Yox, Y variantı mən görmədim. 2 dənə B variantı, bir də D variantı görmüşəm mən. Okey, o zaman birinci variantı ümumiyyətlə heç kəs seçməyib. Bu doğrudur. Nəyə görə? Çünki burada yanaşma HR gedir yeni kursla bağlı, kontentlə bağlı review eləyir və sadəcə bunu menecerlə discuss eləyir. Burada hər hansı bir action görünmür. Yəni bu kursun yaxşılaşdırması ilə bağlı bir action olmadığı üçün bu avtomatik yəni distractor sayılır, variant olaraq aradan çıxmış olur. İkinci B variantını seçən yoldaşlar var. Burada deyir ki, HR köhnə kursu tətbiq etməyə təkrar başlayır və yenisini daha inkişaf etdirib ortaya çıxarana qədər. Bu variant nəyə görə doğru deyil? Ona görə ki, artıq bir qərar alınıb. Burada training sistemlə bağlı yeni bir proqram tətbiq olunur və bu proqram artıq ingilis dilini oxuyub başa düşmə səviyyələrinə təsir edir. Yəni bunun müsbət tərəfləri var, amma eyni zamanda yenidən köhnə varianta qayıtmaq bir yaxşı option kimi görünmür burada. Çünki artıq effektiv nəticələri var. Birbaşa, yəni bu concernlə bağlı analiz aparmadan, araşdırmaya getmədən birbaşa proqramı dayandırıb köhnə proqrama keçmək o qədər də uğurlu variant hesab olunmur. D variantına baxaq. D variantda deyir ki, HR will replace training course with on-the-job training. Bizim кейsimizdə belə bir hissə var ki, safety, online food safety training course, hansı ki bu birbaşa bu fəaliyyətlə bağlı keçirilməsi olan, məcburi hesab edilən təlimlərdəndir və bunu on-the-job traininglə dəyərləndirmək uyğun hesab edilmir. Ona görə D variantı da burada doğru hesab olunmur. Yerdə qalır C variantı. Bu çoğunluğun da seçdiyi kimi ən doğru variantı nəyə görə? Çünki HR bir action almalıdır. İşçilərin səsini eşidir və o training kursunun inkişafı ilə bağlı hər hansısa bir fəaliyyətlər verəcəyini bildirir. Burada bu yanaşmada görünür ki, HR sadəcə learning, training bir proqramı tətbiq etməklə kifayətlənmir. Eyni zamanda 20-21 bir yarım saata qutaracaq. Eşidilir və eşidir çalışanları və onların feedbackini qəbul edir və bu proqramın inkişafı ilə bağlı öz məsləhətlərini verəcək. Yəni daha yaxşı olması üçün verəcək. Demək olar ki, əksəriyyəti əgər düz C variantını seçibsə, deməli şarmla düşüncə, model olaraq uyğunluq təşkil edir ki, bu da ən doğru variantdır. Burada da gördüyümüz kimi, tell those employees that HR will use their feedback to develop recommendations to improve the training course. Yəni inkişaf üçün bu feedbackləri əsaslanaraq yenidən onu inkişaf etdirəcək. Eyni ilə bu case-dən bağlı ikinci sualımız var. Yenə də senaryo eyni qalır, yenə də həmin şirkətlə bağlıdır. Burada ikinci sual, which action should the food service division take to assure employees that it's committed to maintaining a diverse and inclusive workforce? Bu ikinci sualımızdır ki, yəni hansı action'ı, hansı tədbiri görməlidir ki, bu işçilər əmin olsunlar ki, onların bu division diverse, müxtəlif və inklüziv işçi qüvvəsinə önəm verdiyini hiss etsinlər. Burada A variantımız conduct focus groups with non-native English speakers to uncover other barriers to success, employ a monthly scorecard encompassing metrics supporting diversity and inclusion, design and implement a global job rotation program to enhance cross-cultural awareness, and D, publicly acknowledge and celebrate various cultural observances. A variantında deyir ki, fokus qruplar təşkil etsin, ingilis dili ana dili olmayan işçilərlə, yəni bu bariyerləri aşmaq üçün, çətinlikləri anlamaq üçün
Employment scorecard encompass metrics supporting bu daha deməli diversity və inclusion'u ölçmək üçün monthly scorecardlar tətbiq etməyi təklif edir, metrikləri ölçmək üçün. Design and implement global job rotation program, enhance cross-cultural awareness. Yəni rotation proqramlar qlobal səviyyədə rotasiya proqramlarını təklif edir ki, cross-cultural, yəni müxtəlif mədəniyyətlər arasında fərqindəliyi yaratsın. Bir də public knowledge server various culture müxtəlif mədəni tədbirlərin keçirilməsini təklif edir. Bununla bağlı indi cavablarınızı zəhmət olmasına yazarsınız chat bölməsinə. Cavablar paylaşılır mı? Bir dəfə də yoxlayın. Şöyle listesini. Eğer herkes cevabını paylaşıbsa müzakirə hissəsinə keçək. Hansı variant daha çox üstünlük təşkil edib? Əsas A variantı, bir dənə C variantı var. Bir dənə C variantı var. Möhtəşəm. Yəni iştirak edən qrupun suallara cavablandırılması belə şarmla belə deyək, çox üst-üstə düşür və çox uğurlu göstəricidir. Mən bilmirəm daha öncəsində iştirak ediblər yoxsa yox, amma hər iki sualda üstünlüklə doğru cavab seçilib. Burada da doğru cavab A variantıdır. Nəyə görə A variantıdır? Çünki fokus qruplar təşkil etmək və insanların səsini, yəni işçilərin səsini eşitmək üçün bir vasitədir. Və bu şirkət, bu bölüm də onu sərgiləyir ki, həqiqətən mən sizin səsinizi eşidirəm, sizin çətinliklərinizi aşkarlamaq istəyirəm və bu istiqamətdə onlar üçün düzəltmək üçün actionlar müəyyənləşdirirəm. Nəyə görə bir variantı doğru deyildi? Bu daha çox performansla bağlı bir şeydir, aylıq scorecardların göstərilməsi. Global Job Rotation program bu biraz uzun müddətlidir və costly ola bilir müəyyən mənada. Relevantdır, amma best option deyil. Yəni şarmın tricky yanaşmalarından biri budur. Çox vaxtı uyğun bir variantı verir, amma digər variantdan daha zəif qalan mövqeyi olur ki, bu da yəni Global Job Rotation proqramlar vaxt aparan və maliyyə tələb edən məsələlərə toxunur deyə daha çox fokus qruplarla getmək indiki кейsimizdə mövcud çətinlikləri aydınlaşdırmaq üçün daha yaxşı variantdır. Cultural observance, yəni mədəni tədbirləri keçirmək bu o qədər də əhəmiyyətli, yəni təsir edən bir variant hesab edilmir. Yəni belə deyək, şirkətlər səviyyəsində şarm yanaşmasında. Çox gözəl, yəni iştirakçılar demək olar ki, hər iki sualda çoğunluqla böyük əksəriyyəti düzgün variantı seçdi və bu sevindirici haldır.
Gəlin biz indi qaydaq master klassın nəyə görə şarm bugünkü günümüzdə əhəmiyyətlidir. Ümumiyyətlə şarm nədir, niyə var? Bu hissələrə keçid eləyək. Daha sonra biz master klassın sonunda təkrar bu senaryolara qayıdacaq, situational judgment questionlardan istifadə edəcəyik və orada mən sizlərdən xahiş edəcəm ki, artıq yəni kim öz variantını yazıb və nəyə görə onu seçib, o hissələrində bir əsaslandırma eləsin, öz fikirlərini paylaşsın və interaktiv şəkildə fikirlərimizi bir-birimizlə paylaşmış olaq. Şarm ümumiyyətlə 70 ildən artıqdır ki, mövcuddur. Bu, Amerika Birləşmiş Ştatlarının Society of Human Resources Management cəmiyyətinin qurduğu bir quruluşdur və bu quruluşun verdiyi sertifikatlar dünyada tanınan sertifikatlardır. Burada məqsəd HR birlikləri, alətləri, yəni onların professional inkişafından yanaşı bir model, framework çərçivələməkdir ki, bu strateji qərarların verilməsində, yəni HR-ların sadəcə şirkətdə support function olaraq fəaliyyət göstərmələri deyil, şirkətin strateji partneri olaraq, yəni inkişafına xüsusi əhəmiyyətli təsiri ola biləcək bölümü kimi fəaliyyət göstərməsinə yol açan bir, istiqamət verən bir quruluşlu yanaşmadır. Yəni, bildiyiniz kimi Şarm SCP və CP deyə iki sertifikat verir. Biri Certified Professional, Senior Certified Professional, biri daha operational level, taktiki səviyyədə imtahan biliklərini yoxlayır. Digəri isə daha strateji səviyyədə, senior səviyyədə yoxlayır. Bu imtahanlarda da sual səviyyələrində cüzi də olsa fərqlər olur ki, biri daha stratejik, daha senior səviyyədə verilən suallara cavablar axtarır. Digəri biraz daha taktiki səviyyədə gedən suallardan ibarət olur. HR-ın, yəni traditional, ənənəvi HR-dan Şarmın fərqi nədən ibarətdir? Bunu biz çox vaxt görürük, yəni təlimlərə gedilir, ənənəvi HR təlimləri öyrənilir, teoriyalar, tətbiqlər, qaydalar, hamısı öyrənir. Amma Şarmın bunlardan fərqi ondadır ki, yəni qərar verməyə cəlb olunur. Yəni bir HR lideri, yəni HR sahəsində çalışan hər hansı mütəxəssis artıq real biznesə təsir eləyə biləcək qərarlar verir. Çünki biz həmin bu sertifikatı əldə etdiyimiz zaman, bu materialları gördüyümüz zaman, yəni business acumendan, analytical aptitude-dan, şirkətə global mindset-dən tutun, yəni consultation, bütün soft skill-lərin, yəni bilginin formalaşdığı bir frame görürük. Bu həmin frame, burada Şarm Bask qrafikində görünür. Bizim, məsələn, deməli, resurslarımız olacaq, 4 kitabımız olacaq. Bunlar, deməli, competency kitabıdır, organization, workplace and people'dır. Və hər kitab üzrə bölünmüş modullarımız var. Bunlar leadership and navigation competency kitabındandır. Ethical practice, inclusion and diversity, communication, relationship management, global mindset, business document, consultation, analytical aptitude. Yəni gördüyünüz kimi bu çərçivəni oxuduqdan sonra, formalaşdırdıqdan sonra artıq HR-ın iş proseslərində yanaşması tamamilə fərqli olur. Az öncə xanım qeyd etdi, yəni yeni yanaşmalar tətbiq edərək iş prosesinə təsir eləyir. Dolayısıyla biznesin inkişafına strateji səviyyədə dəstək göstərmiş olur. Bu çərçivədə bizim az öncə məsələn baxdığımız case-də sadəcə bir learning design etmək deyildi. Yəni hansısa bir təlim proqramını hazırlamaq deyildi. Orada çıxan problemləri həll etmək, ona strateji yanaşmaq, artıq işçiləri hiss etmək, onların narahatlığını qəbul etmək və onu düzəltmək, correction, eyni zamanda diversity mühiti saxlamaq üçün onların fokus qrupların təşkili, bunlar artıq bir daha üst səviyyəni göstərir ki, HR şirkətdə hansı pozisyondadır. Yəni, insan kapitalının inkişafına təsir edə biləcək, çünki biznesin
operationların uğurlu ola bilməsi üçün insan kapitalının güclü olması zəruridir və HR bu sahədə şirkətin biznes qərarlarına təsir etməyi bacarmalıdır və bu sertifikatın da məqsədi o fikirləri, o bilgini formalaşdırmalıdır. Daha sonra knowledge base bizim materiallarımız olacaq. Bunlar organization kitabında, workplace və people'da olacaq ki, hansı ki bizim knowledge base suallarımız orada formalaşacaq. Bu çərçivəni biləndən sonra, bu çərçivəni öyrəndikdən sonra bizim 4 kitabımız var, test materiallarımız olacaq, çoxlu test etməliyik. Yəni, test etdikdən sonra artıq bir fikir formalaşmış olur, o mindset formalaşmış olur ki, hansı suala, hansı formada cavab verilməsi istənilir. Biz bunu gedişatda, yəni intensiv bir şəkildə bunları həll etdikdən sonra artıq bu fikri də formalaşdırmış olacaq. Mock examlər olacaq. Hər modul bitdikdən sonra bu modulla bağlı, yəni real exam simulationları formasında, yəni bu time managementlə bağlıdır. Daha çox imtahan ab-havasını hiss edə bilmək üçün fərqli suallarla bağlı mock examlər təşkil olunacaq. Və ən önəmlisi də bəzən biz individual şəkildə oturub öyrənirik, amma qrup discussionlarda, yəni qrup halında öyrəndiyimiz zaman, müzakirə etdiyimiz zaman öyrənmə daha çox artmış olur. Bu prosesdə bizim qrupların şəklində olacaq və çoxlu bizim həftəlik, 2 həftədən bir sırf suallar üzərində çalışmaqla bilgilərimizi praktik olaraq senaryoların üzərində tətbiq etməklə bu kompetensiyalarımızı inkişaf etdirərək bir preparation resource təmin etmiş olacağıq. Daha sonra mən sizə exam overview, yəni imtahanla bağlı məlumat vermək istəyirəm. İmtahan müddəti 4 saat çəkir. Ümumiyyətlə sizin burayla bağlı hər hansı bir sualınız varmı? İstəyirsiniz ilk öncə sizin suallarınızı alım, ondan sonra növbəti slayda keçək. Varmı kimdəsə sual? Okey, o zaman növbəti slaydla davam edək. Burada deməli imtahanımız 4 saat müddətində olur. 4 saat müddətində 134 sual qiymətləndirilir. Bunların 80 sualı nəticəyə təsir edir. 54 sualı isə pretest question, yəni növbəti imtahanda istifadə etmələri üçün yoxladıqları suallardan ibarət olur. Daha sonra deməli bu imtahan əsasən behavioral competencies və HR knowledge domenlərə fokuslanır. Knowledge based suallar verilir, sonra situational judgment questionlar, birinci baxdığımız suallardan verilir. SHARM CP operational HR rollarından ibarətdir, SCP daha strateji rollardan ibarət suallardan təşkil olunur. Exam Prometheus test centerlarında keçirilir. Bizim Azərbaycanda bu mərkəz yoxdur. Pandemiya dönəmində online, remote imtahan vermə şansı var idi Azərbaycandan qoşulanların, amma artıq o da qaldırılıb. Yəni bu mərkəzlərin olduğu yaxın ölkələrdən biri seçilir. Gürcüstan ola bilir, Türkiyə ola bilir, Rusiya ola bilir. Orada gedib yerində, öz mərkəzində bu imtahanı verirlər. Bu da iki dəfə olur ildə. Yay və qış aylarında. Birinci pəncərə açılır qış sessiyası dekabr, fevral aylarında. Yay, may, iyul aylarında həyata keçirilir. Yəni imtahana artıq məqsədli şəkildə hazırlaşmaq istəyən yoldaşlar bizim zaten HR option kursundan dəstək olacaqlar ki, həmin imtahanlarla bağlı yer seçimi, tarih seçimi ilə bağlı öncəsində bu kimi məsələlərə kursdan dəstək göstəriləcək ki, əvvəlcədən bu biletləri early bird deyə alınır və daha biraz qiymətdə uyğun qiymət olur. O baxımdan dəstək göstəriləcək və istədiyiniz vaxtda, istədiyiniz ölkəyə, tarixə seçə biləcəksiniz. Bu hissə ilə bağlı hər hansı bir sual varmı? Okay. Common challenge in SHARM exams. Bu nədir? Ümumiyyətlə, yəqin ki, sizlər də eşitmişsiniz. Bəzən görürsünüz ki, HR-lar
bu imtahanlarda iştirak edirlər və bəzən nəticələr uğurlu olmaya bilir. Bu o demək deyil ki, onların bu sahədə bilgisi yoxdur və yaxud da o sualların cavablarında belə deyək, bilmədikləri üçün hər hansısa bir problem yaşayırlar. Əsas burada fokus nədən ibarətdir? Yəni bu imtahana hazırlaşarkən bəzən əzbərləmə metoduna gedilir. Halbuki imtahanda əzbər metodundan daha çox strateji düşüncə tərzini yoxlayır deyə daha çox anlamaq, yəni strateji olaraq həmin rolda, həmin vəziyyətdə olduğu zaman HR, mütəhəssis, lider, menecer, direktor hər kimsə o situasiyaya uyğun necə qərar verəcək? Onu müəyyənləşdirmək lazımdır. Bəzən insanlar mövcud iş yerləri ilə müqayisə edirlər. Bizdə belə vəziyyət var idi və bu şəkildə qərar verildi. Ola bilər, hər bir şirkətin özünə spesifik vəziyyətləri, xüsusiyyətləri, qərarları olur. Amma bu imtahanda yanaşma tamamilə beynəlxalq və arxa fonda mütəxəssislərdən yığılmış və ortaq fikrə gəlmiş yanaşmalardır ki, bu da ən uyğun, ən doğru, ən best action istənilir ki, ideal vəziyyətdə hansı tətbiq olunmalıdır. Situational judgment questionları interpretasiyasında bəzən problem yaşayırlar. Çünki sual görürsünüz, bəzən çox həcmli olur, amma əsas istənilən hissə bəlkə də bir-iki hissədən çıxarılmalıdır ki, o da bəzən görürsünüz ki, vaxt aparır, onu analiz edənə qədər. Amma bunları hazırlıq prosesində fokuslandığınız zaman, nə istənildiyini anladığınız zaman daha rahat suallara cavab verməyə imkanı əldə edirsiniz. Üçüncü məsələ bu framework'un, competency framework'un anlaşılmasında müəyyən çətinliklər olur. Çünki suallarda müxtəlif kompetensiyalar yoxlanılır. Məsələn, bizim ilk həll etdiyimiz sualda leadership kompetensiyası var idi. Daha sonra diversity and inclusion'la bağlı var idi. Knowledge tərəfində learning, training'la bağlı hissələr var idi. Bununla bağlı o framework'ü tam anlaşılandan sonra sualları cavablandırmaq daha rahatlaşır. Bir də əlbəttə ki, praktika ilə bağlı məsələdir. Yəni, bu imtahana hazırlaşarkən məqsəd qoyulduğu zaman intensiv bir şəkildə, disiplinli bir şəkildə hazırlaşmaq tələb olunur. Çünki imtahanın özünə məxsus bir strategiyası var, onun özünə məxsus bir yanaşması var və suallar, keyslər oxunduqca, davamlı işləndikcə artıq rahatlaşmış olur. Mən ümumiyyətlə belə bir sual vermək istəyirəm. Yəni, kimsə burada belə ilk sualları oxuyanda dil qarışıqlığı hiss etdimi? Yəni, məsələn, bir mövzu sualı cavabı verərkən, cümləni oxuyarkən bu demək istəyirdi, bunu biraz daha challengeable, daha qarışıq formada qoymuşdu. Belə bir hiss yarandı mı sizdə? Yoxsa çox rahat bir şəkildə anlaşıldı suallar və yaxud da cümlələr? Bundan bağlı fikrini bölüşmək istəyən var mı? Axşamınız xeyir olsun. Belə bir fikir deyə bilərəm ki, məncə bir variantlara baxandan sonra qərar versək daha yaxşı olar. Çünki birinci baxanda elə adam fikirləşir ki, A uyğun olar, aha, düzgündür. Amma sonra B, C, D, o birilərinə baxanda bir-birinə bənzəyirlər, amma sonra içlərindən ən yaxşısını seçmək daha yaxşı olar məncə. Yəni, siz hər hansı bir challenge yaşadınız mı bununla bağlı? Yox, deməzdim. Nə normal, yəni nə çox asandır, amma yəni düşünsən tapmaq olur. Bəli. Zaten challenge yaşayan həmkarlarımızdır. Siz görə bilirsiniz ekranı? Bəli, görsənir. Bu məncə daha yaxşıdır. Görünür tam olaraq, yəni problem yoxdur bununla bağlı. Xeyr, Bu zamanda sizin adınızı da görmək istəyirəm. Zaten siz rahatlıqla başa düşmüsünüz, analiz etmişsiniz və yaxud da çətinlik çəkən yoldaşlar olanda bunu belə deyək,
artıq bir dəfə, iki dəfə, üç dəfə, bir neçə dəfə işlədikdən sonra artıq struktur tam oturuşmuş olur və aha, bu sualda nə istənilir? Artıq hansı istiqamətə doğru gedir? Nələrə fikir vermək lazımdır? Məhz o praktika ilə artıq imtahanın yaxınlaşdığı dövrdə artıq demək olar ki, həll olmuş olur. Bunun üçün də sistematik və disiplinli şəkildə hazırlaşdığınız zaman bunlar həll olunmuş olur, aradan qalxmış olur. Ümumiyyətlə imtahana hazırlaşarkən belə deyək, yəni bunu açım buradan. Bir düşüncə modeli formalaşdırılmalıdır. Yəni nədir bunun əsas məsələsi? Əsas problem sualda, кейsdə nədən ibarətdir? Yəni bir ssenariyo veriləndən sonra biz fokuslanırıq ki, sualda verilmiş problem nədir? Ola bilər кейsdə 4-5 dənə ayrı mövzuya toxunsun. Birazdan biz bir praktiki sual işləyəndə orada görəcəksiniz ki, orada daha çox müxtəlif mövzulara toxunulur, amma sualın özündə əsas problem nədir? Nəyin həll edilməsi istənilir? Onu müəyyənləşdirmək lazımdır. Daha sonra başda qeyd etdiyim kimi özünüzü həmin situasiyada o HR liderin rolunda qoyursunuz. Yəni mən bir HR professional olaraq bu şirkətə, bu orqanizasiyaya hansı formada dəstək göstərə bilərəm ki, ən yaxşı nəticə olsun, ən yaxşı action olunmuş olsun. Və uzun müddətli təsirini dəyərləndirmək lazımdır. Verilmiş action, yəni qısa müddətli vəziyyəti qurtarmaq adına deyil, ümumi uzun vadədə şirkətə hansı təsiri ola biləcək, onu müəyyənləşdirmək lazımdır. Və əlbəttə ki, SHRM-ın ən tələb etdiyi most strategic action, yəni strateji action nədir, onu müəyyənləşdirmək lazımdır. Bunlar da dediyim kimi zamanla suallar üzərində çalışdıqca, mövzuları oxuyub öyrəndikcə yeni fikirlər formalaşacaq. Zaten kitabları oxuduğunuz zaman hər kəs, mən özüm də, yəni biz mövzuları bilirik, amma kitabı oxuduğunuz zaman yenidən bir refresh olub, yenidən bir aydınlanma yaşayırsan ki, ha, bu bununla əlaqədardır. Yəni olunan hər bir addımın arxasında bir rational var. Yəni nəyə görə bu belə olur, nəyə görə bu qərarlar belə verilir. Və bu fikir formalaşandan sonra suallara yanaşmaq daha rahat olur. Bizim hazırlıq prosesinin bir yol xəritəsi var. Biz framework-ü anladıqdan sonra, indi biz kursda burada kiçik baskla bağlı bir qrafik göstərildi. Amma məsələn, kurs başlayanda artıq hər bir kompetensiya üzərində, hər bir model üzərində daha fokuslanmış, frame anlatacaq. Yəni bu mövzular nəyi əhatə edir, bu kompetensiya nə istəyir deyə geniş-geniş izahlar olunub. Həmin o frame-i başa düşdükdən sonra biz knowledge base hissəsinə keçirik. Knowledge base-də, yəni HR-da, tətbiqdə icra olunan bütün proseslər, bütün modullar haqqında ətraflı məlumatlar əldə edirik. Daha sonra o thinking modeli formalaşdırdıqdan sonra praktiki suallar üzərində, imtahan stilinə uyğun suallar üzərində işləməyə davam edirik. Daha doğru imtahan strategiyasını tətbiq edirik, effektiv, intensivliyi artıraraq hazırlıq kursunu. Daha sonra da ümumi real imtahan mühitini təsəvvür edirik və bunda özümüz canlandırırıq və imtahana bu formada hazırlaşırıq. Əlbəttə ki, kurs tərəfindən bütün materiallar təmin olunacaq. Suallar, yəni buradakı uğurun əsas sirlərindən biri çoxlu sayda sual, müxtəlif suallar üzərində işləməkdir. Həm situational suallar, həm də knowledge based suallar üzərində. Bunların hamısı təmin olunacaq və kurs iştirakçılarına intensiv bir şəkildə bu praktiki vəziyyətdə istifadə edərək imtahana hazırlıq üçün bütün infrastruktur təmin ediləcək. Növbəti mərhələdə praktiki SHRM stili suallar üzərində yenə də biz işləyəcəyik. Düşünürəm ki, bizim vaxtımız var bunu etmək üçün. Bura qədər hər hansı bir sual varmı? Yəni, imtahan stili ilə bağlı, gedişatla bağlı, yəni bilmək istədiyiniz hər hansı bir şey varmı? Axşamınız xeyir, Elif xanım. Mənim sualım var, bəli.
Buyurun. Üç dənə sualım olacaq. Biraz Buyurun. gec qoşuldum mən də master klassa, ona görə bəzi ola bilsin ki, bəzi məlumatları qaçırmışam. Buyurun, buyurun. 80 dənə sualdan biz skor əldə edə bilirik. Bəli. 80 sualın hamısını düz yazmalıyıq, yoxsa yəni onların da bir müəyyən bir faizi var? Belə deyim, ümumiyyətlə şarm imtahanlarında scoring modeli ilə bağlı hesablanma metodu paylaşılmır. Yəni hansı hesablanma metodu üzərindən onlar bunu hesablayırlar, onu biz görə bilmirik. İmtahan sonunda bizə bir report, yəni hesabat gəlir ki, sizin iştirakınıza görə, məsələn, competence leadership modeli üzrə siz keçmisiniz ya keçməmisiniz. Və yaxud da talent acquisition tərəfini, people domaini üzrə keçmisiniz ya keçməmisiniz. Tələb olunan hissəni keçib keçməməklə bağlı bir report gəlir. Və bu böyük əksəriyyətlə, belə deyək, hər hissədən verilmiş suallardan hesablanmış bir formadır. Amma o metodologiya hansı formada hesablanır, hansı faizlə olur, bunu ümumiyyətlə cəmiyyət tərəfindən açıqlanmır. Amma belə deyək, tam reportdan biz görə bilirik ki, tam 100% cavab verilmişlər də olur, tam verilməmişlər də olur. Amma bir qoyduqları bir bariyer olur, onu keçmək lazımdır. Anladım sizi. İkinci sualım odur ki, mən eşitdiyimə görə SCP-də şifahi, yəni conversation'da olur, səhv eləmirəmsə, yəni oradakı komissiya üzvləri də belə deyək də canlı olaraq sual cavab. Biri var test üzərində və ya açıq sual üzərində yazılı olaraq, bir də var ki, danışıq olaraq da sual cavab edirlər. Bu doğrudur? Xeyr, doğru deyil. Bütün imtahan tamamilə test formatında keçir. 2 hissəyə bölünür. Birinci hissə qutarır, 10 dəqiqə, 15 dəqiqə kim istəyirsə orada fasilə götürə bilir, kim istəmirsə növbəti klik eləyir, növbəti hissəyə keçid eləyə bilir. Ümumiyyətlə şifahi heç bir şey imtahan ərzində yoxdur. Əvvəl gəlir knowledge based suallar, sonra gəlir situational suallar, sonra yenə knowledge based ilə bitir. Birinci part belə tamamlanır. Yenə də eyni şəkildə ikinci partda eyni formada gedir. Anladım sizi. Bir də son olaraq sizin tövsiyənizi mən əldə etmək istəyərdim. Məsəl üçün, SHM imtahan hazırlığına qoşuldum və növbəti dəfə mənim imtahanım gəlir. İmtahanı həmin ən tez bir vaxta versəm daha yaxşıdır. Yəni, çünki materiallar insanın yaddaşından çıxmasın deyə. Yəni, onun bir fərqi varmı? Biz daima təkrarlamalıyıq da yəqin ki mövzuları. Bəli, bilirsiniz, mövzuları, belə kitablar, həcmli kitablarda çoxlu məlumatlar var. Biz onları oxuduqdan sonra analiz edirik və o bilginin artıq möhkəmlənməsi üçün onları ya tətbiq etməlisiniz, ya hansısa bir vəziyyətdə, situasiyada özünüzü təsvir etməlisiniz. Bunun da ən gözəl yolu testlərlə, suallarla, situational judgment questionlarla həmin vəziyyətlərdə simulyasiyalar yaradaraq özünüzü o vəziyyətlərin içərisində təsvir edərək sualları cavablandırmağınızdır. Təkrar, yəni belə bir şey olacaq. Knowledge based suallarla bağlı səhv cavab verdiniz. Sizin imkanınız olacaq ki, həmin hissə ilə bağlı materiallara qayıdasınız, təkrar oxuyasınız. Bəzən olur ki, cümləni yazır, amma sualı orada elə bir formada verir ki, sizin düşüncə tərzinizi yoxlayır ki, aha, siz özünü oxudunuz, əzbərə deyil, analiz eləyərək, strateji yanaşaraq hansı cavabı seçəcəksiniz. Siz bu mövzunu nə qədər anlamısınız, onu yoxlamağa çalışır. Və bunun həlli də çoxlu suallar üzərində işləyərək ki, bizim proqramı yəqin yoldaşlar sizinlə paylaşıblar, intensiv formatda bizim suallar üzərində işləmə sessiyalarımız olacaq ki, bu problemlər orada həll olunacaq. Özünüzü imtahana artıq hazır hiss etdiyiniz zaman, yəni uzatmadan imtahanı verə bilirsiniz. Problem yox. Anladım. Çox sağ olun, təşəkkür ederim. Siz də sağ olun, buyurun. Leyla xanım, chatda bir sual var ki, imtahan üçün ingilis dili hansı səviyyədə olsa daha uyğun olar? Bəli, ingilis dili əsasən pre-intermediate səviyyəsində istənilir. Məsələn üçün, case-i oxuduğunuz və siz onu nə qədər anladınız. Yəni, əgər siz onu 50-60% anlaya bildinizsə sualı, bu deməkdir ki, siz artıq imtahana hazırlaşdığınız dönəmdə artıq həm materiallar oxuyacaqsınız, həm suallar üzərində işləyəcəksiniz. Yəni, belə deyək də, bu müddətində sizdə bir neçə şey inkişaf etmiş olacaq. Sadəcə hədəf sertifikatı almaq əsas prioritet hədəf olacaq, amma eyni zamanda sizin dil səviyyəniz artmış olacaq. Yəni, sizin
Business English, HR dilində ingilis dili səviyyəniz mütləq artmış olacaq. Bu benefitlərdən biridir. Yəni bu imtahanı hazırlaşdığınız müddətdə. Daha sonra strateji düşüncə, fikir formalaşdırma o sizdə inkişaf etmiş olacaq. Daha vəziyyətlərə belə deyək, decision making verdiyiniz zaman daha akademik, arxasında əsaslanmış qərarlar verə biləcəyiniz baza formalaşdırmış olacaq. Ona görə də pre-intermediate səviyyəniz varsa zaten sualları 80-90% anlayırsınız, rahatdır, problem yoxdur. O sürət məsələsini anlamaq üçün zamanla o oturuşacaq yerinə. Əgər 50-60% səviyyəsində siz onu başa düşürsünüzsə, bu o deməkdir ki, siz işlədikcə bunun səviyyəsi artmış olacaq. Və hətta indi belə deyək, siz gözəldir ki, indidən maraq göstərirsiniz və yayda nəzərdə tutulur bunun başlaması. Əgər özünüzdə müəyyən hissələrdə inkişaf etdirilməsi yerlər var deyə düşünürsünüzsə, çox gözəl fürsətdir ki, siz o perioda qədər bir business English, yəni HR dili, vocabulary özünüzə hazırlaya bilərsiniz. Gündə buna 1 saat vaxt ayırsanız, o kurs başlayana qədər artıq sizin ingilis dili səviyyənizdə əhəmiyyətli dərəcədə ilərləyiş olacaq. Bu da bir üstünlük təşkil edəcək. Amma ingilis dili səviyyəsi, belə deyək, oxuduğunuz ümumiyyətlə, tamamilə sözlər qarışıqdır. Ümumiyyətlə, yəni mövzu nədən bəhs eləyə bilər deyə bir fikir formalaşmırsa, burada müəyyən qədər çətinlik yaşaya bilərsiniz. Tamam, çox təşəkkürlər. Bir sualımız da var ki, bu imtahanda iştirak üçün təcrübə tələbi varmı? Təcrübə tələbi müəyyən qədər, bəli, lazım olur. Çünki situasiyalar, orada pozisyonlar, yaranmış vəziyyətləri analiz edərkən. Amma bu mütləq şərtdirmi, mən deməzdim. Nəyə görə? Çünki özünü HR sahəsində inkişaf etdirmək istəyən insanlar elə şarm yanaşması ilə başladıkları zaman artıq belə deyək, 1-0 öndən başlayır. Çünki bu vizyonu formalaşdırmış olur. Ona görə istəkli olan, bu sahədə davam etmək istəyənlər də, yəni özünü burada görən insanlar da qoşula bilər. Üstünlük də əlbəttə ki, təcrübə üstünlük qatmış olur orada. Çünki istər-istəməz bir müqayisə aparılır, iş mühitində olmuşluq, həmin vəziyyətlərə düşmə ehtimalları suallarda müəyyən qədər təsirlərə səbəb olur. Amma dediyim kimi, şərt deyil yəni bu. Çox təşəkkürlər. Bir sualımız da var ki, sizə yönləndirilib birbaşa ki, siz bu sertifikatı hansı metoddan əldə eləmisiniz? Yəni kurs dəstəyi almısınız, yoxsa self-study olubdu? Belə ki, bizim şirkətimizdə təşkil olunmuşdu. Bəli, kurs təşkil olundu. Biz qruplar halında iştirak edirdik. Amma mən bu, belə deyək, şəxsi məsələlərim var idi və kursu keçən kimi dərhal gedib sertifikatı almaq, iştirak etmək planlaşdırmadım. Müəyyən müddətdən sonra yenə də özüm üçün bir proqram tətbiq etdim. Artıq o kursda öyrəndiklərim, eyni zamanda əldə etdiyim materiallarla daha sonra imtahanda iştirak etdim. Bu arada mən Gürcüstanda, Tbilisidə verdim imtahanı, oradakı Psicometrik Center'da və nəticədə uğurlu oldu. Tamam, çox təşəkkürlər. Çatdı, başqa sual yoxdur, davam edə bilərik. Əla, o zaman gəlin biz test suallarımızla davam edək. Burada növbəti kimsə aranızda bu ssenaryonu oxumaq istəyən varmı, könüllü? Yoxdursa, o zaman mən özüm oxuyayım. Biraz böyük görünə bilər, amma bu, belə deyək də, maraqlıdır. Burada bir neçə, indi oxuduğumuz zaman görəcəksiniz ki, bir neçə mövzuya toxunulur. The HR department in a college is developing a plan to restructure the organization and reduce operating costs. The plan integrates several possible strategies, including the elimination of non-essential jobs, increased leave without pay, reduction in staffing levels, an early retirement incentive plan, and repeal of an initiative focused on hiring retirees. HR presents the strategies and their potential consequences to the board.
The board and HR determined that all employees affected by the restructuring should be notified in person by their managers with an HR representative present. Several board members are concerned that managers will refuse to support the board's decision to restructure their organization or will not be skilled in conducting difficult conversations with their employees. They are also worried that as the notification begins, employees will talk to each other and cause disruption to normal operations across the college. The board and HR decide that all notifications will occur in the same week. Yani bir kollecdə, HR departamentində bir plan hazırlayır. HR departamenti bu kollecdə bir plan hazırlayır. Bir restrukturizasiya eləyirlər. Yəni operating post, əməliyyat post xərclərini azaltmaq üçün bir struktur dəyişikliyinə gedilir burada. Burada müxtəlif faydaları sadalayır ki, non-essential jobları, əhəmiyyətli olmayan işləri aradan çıxartmaq, müxtəlif ödənişlərlə bağlı, tez pensiyaya göndərməklə bağlı plan hazırlamaq. Bu prosesdən bütün işçilərin hansılar ki, bundan təsirlənəcəklər qərar verilir ki, board və HR tərəfindən, birbaşa menecerlər tərəfindən işçilərə bu bildirilsin. HR nümayəndənin iştirakı ilə. Deməli, bununla bağlı bəzi board üzvləri narahatdırlar. Yəni bir konsernləri var ki, bu orqanizasiyada dəyişiklik, restrukturizasiya prosesləri təsiri azaldılacaq və belə deyək də çətin danışıqlar prosesi həyata keçiriləcək employelərlə. Və eyni zamanda narahatdırlar ki, employelər özlərinə, bir-birlərinə bu haqda məlumat verəcəklər. Yəni bu məlumat bir anda yayılacaq, bir gərginliyə səbəb olacaq şirkət, kollecdə. Və bu səbəbdən qərar verirlər ki, eyni həftədə bu notificationlar həyata keçirilsin və bildirilsin bütün işçilərə. Birinci sual burada yaranır ki, after the first day of notifications, HR learns that several managers blame HR for the restructuring and refuse to comply with the decision. What should HR do to gain the manager's cooperation? Yəni birinci gündən sonra, birinci gün notifikasiyalardan sonra HR öyrənir ki, bəzi menecerlər HR-ı günahlandırırlar bu struktur dəyişiklikləri ilə bağlı. Və ona görə də imtina edirlər bu qərarı bildirməkdən, uygulamaq, tətbiq etməkdən. Burada deyir ki, HR-ın nə etməlidir ki, bu menecerlərin işbirliyini qazansın? Hansı addımı atmalıdır burada? A variantında notify the descending managers in person that failure to comply may result in disciplinary action. Yəni, əgər imtina eləyirsə bununla bağlı bildirməyi, bu qərarı tətbiq etməyi, disciplinary action'a yəni cəlb olunacaq, cəzalandırılacaq. İkinci variantda deyir, hire a contractor to mediate the discussion between HR and the dissenting managers about the manager's refusal to comply. İkincisi mediate yəni eləmək üçün hansısa bir kontraktla üçüncü tərəfi cəlb etməyi düşünür ki, HR və bu narazı olan menecerlərlə arasında bunları həll etsin və menecerləri o tətbiqə yönləndirsin. Share success stories of other restructuring efforts that are based on the business decision. Başqa biznes qərarları üzərində olan uğurlu hekayələri anlatmağı üçüncü variant təklif eləyir. Ask the board to send an görünmür burada. All their colleagues. Üçüncü variantda da bütün deməli CEO-nun board tərəfindən bütün həmkarlara məlumatın göndərilməsi təklif olunur. Siz bilmirəm cavab göründü orada yoxsa yox, öz fikirlərinizi paylaşa bilərsiniz. Belə eləyə bilərsiniz. Nəyə görə düşünürsünüz ki, A variantı düzgün deyil, nəyə görə B düzgün deyil?
hansı variant düzgündür, öz fikirlərinizi şifahi olaraq da paylaşa bilərsiniz. Leyla xanım, əgər icazə versəydiniz, mən öz fikrimi deyərdim. Buyurun Murad bəy. Mən düşünürəm ki, digər variantlar içərisində C variantın daha çox uyğunluq təşkil edir. Nəyə görə ki, məsələn, bu istər-istəməz işçilərdə digər təcrübələri danışaraq və yaxud digər misallar gətirərək işçilərdə bir qədər güvən və etibar hissini HR menecer yarada bilər ki, ən azından onların belə deyək də tədirginliyini azaltmaq üçün. Digər variantlarda isə məsələn A variantında daha uyğun gəlmir. Nəyə görə? Çünki orada cəzalandırma səhv eləmirəmsə hissəsi var idi ki, işçilərin nəsə belə bir hissə var idi. O uyğunluq təşkil eləmirdi. B və D variantlarında isə yenə də uyğunsuzluqlar var idi. Yəni uyğun gələ bilən hissələr də var idi, amma daha çox uyğun gələn hissə C variantında olan idi ki, məsələn digər təcrübələri fərqli bir şəkildə işçilərə anladaraq, onlarda ən azından güvən hissi, etibar hissi qazanaraq ən azından hadisəni onlara başa sala bilərlər. Mən belə düşünürəm. Bəli, siz tamamilə haqlı düşünürsünüz. Zaten cavab doğru variant da C variantıdır. Çünki burada əsas məsələ menecerlərlə cooperation, yəni onlarla iş birliyini qazanmağı hədəfləyir HR. Yəni cəzalandırma metodu ümumiyyətlə şarm yanaşmalarında demək olar ki, tətbiq olunur. Bu açıq-aşkar distractor sayılır ki, yəni şarmda hər hansı bir cəza metodu ilə yola gətirmək yoxdur. Çünki hər hansı bir cəza verdiyinizdə bu daha çox tərs effektə səbəb olur. Ona görə də bu avtomatik olaraq aradan çıxmış variant olur. Bir variantında üçüncü tərəfi, axı burada problem HR-la menecerlərin konflikti məsələsidir. Sadəcə menecerlər bu qərarı qəbul etmək istəmirlər. Burada qərarın inandırılmasından gedir. Sizin də qeyd etdiyiniz kimi onlara bunu izah etmək lazımdır. Yəni business case-lərlə, bundan öncə baş vermiş hadisələrlə nəyə görə bu variant buna gedərsək faydalı ola biləcək, ona inandırmağa çalışırlar. Organization-wide email göndərmək isə ümumiyyətlə yenə də vəziyyəti eyni saxlamış olacaq. Onsuz da menecerlər bilirdilər, işçilərə bunu deyirdilər, amma bu onların fikirlərində dəyişməyə səbəb olacaq bir action deyil. Yaxındır, seçilə bilən, yəni daha digər cavablarla müqayisədə daha uyğun cavab kimi görünür, amma yanaşmaya görə ən doğru variant C variantıdır. Cavablar arasında çoxunluqla onsuz da C variantı seçilmişdir. Mən az öncə baxanda elə gördüm. Başqa variantlar da var idi bildiyim qədərilə. Amma yəni dediyimiz kimi burada yanaşma məsələsi odur ki, buy-in, yəni menecerlərin buy-ini alınsın. Yəni görülən bu işdə onlar inanmalıdırlar ki, ondan sonra onu tətbiq etsinlər. Ona görə də success story'ların paylaşılması bu variantda düzdür. Bu senaryonun ikinci sualında soruşulur ki, what should the HR representatives do to prevent employees who have already attended meetings from telling their colleagues about the topics covered in the notification meetings? Yəni, HR nümayəndələri nə etməlidirlər ki, işçilərin kim artıq bununla bağlı məlumat alıb, bir-birlərinə onu deməsinlər, açmasınlar, yəni paylaşmasınlar. Bununla bağlı nə etməlidir HR nümayəndəsi? Ask employees to maintain confidentiality and provide a timeline of when important events will occur. Deməli, xahiş edirlər ki, bu konfidensiallığı, məxfiliyi saxlasınlar və onlara timeline paylaşır ki, vaxt, yəni hansı hadisələr baş verəcək, məlumat verir. İkinci variantda require all employees to sign a formal non-disclosure agreement. Deməli, bu imzaladır ki, hər hansı bir məlumatı paylaşmaq etməsin, imzalanan disclosure agreement imzalayır, razılaşma. C variantında offer the employees an incentive for refraining from speaking with their colleagues. Bunlara yəni ödəniş eləyir ki, əgər məxfi saxlasanız, danışmasanız əlavə ödənişlər alacaqsınız.
Meet with the employees to identify reasons why they might tell their colleagues. Diğeri də görüşür ki, işçilərlə müəyyənləşdirsin ki, nəyə görə öz həmkarlarına bu haqda danışa bilərlər. Bu 4 variantdan sizcə ən doğrusu hansıdır? Fikirlərini paylaşmaq istəyən varmı aranızda? Buyurun, Nəzakət xanım, səhv eləmirəmsə əlini qaldırmışdı. Axşamınız xeyir olsun. Axşamınız xeyir. Burada məncə ən doğru qərar A variantıdır. Yəni işçilərlə danışmaq bu məsələni və məxfiliyi qorunmasından yardımcı olmaqlarını istəməkdir. Sadəcə belə bir situasiya var ki, yəni işçilər də bu situasiyanı yaymağa nə qədər meyillidir. Bu bir sənəd deyil ki, məsələn, şirkətlərdə məxfilik sənədi var ki, məlumatların paylaşılmamasına görə əməkdaş olaraq imza çəkir. Amma sözlə bunu deyəndə, bunu zəhmət olmasa bu məlumatı kimlərləsə bölüşməyin məxfidir deyəndə də insanın ağlında qalır ki, insan da qarşındakı da insandır. Hardan bilirsən, yəni əminlik hardan gəlir ki, o deməyəcək. Siz deyirsiniz ki, bir variantı da ola bilər, düzdür? Yəni orada da artıq rəsmi olaraq imzaladır. Bu onsuz da belə deyək də ümumiyyətlə, yəni konfidensial məlumatların paylaşılmaması şirkətlərdə imzalatdırılır işçilərə. Amma buradakı vəziyyətdə iclasda baş verilmiş qərarla bağlı bir-birlərinə məlumatın ötürülməsi ilə bağlıdır. Yəni şirkətlər bu etik bir məsələni əhatə eləyir, amma heç bir şirkət də işçilər arasında siz bir-birinizlə məlumat paylaşımı etməyin deyə bilməz. Ona görə də burada A variantı nəyə görə doğru seçilir? Daha yumuşaq, daha yəni doğru variant kimi qəbul olunur. Nəyə görə? Çünki important events will occur. İşçilərə bu hadisələrin sonrasında nələr baş verəcək? Bu haqda məlumat verir. Provide a timeline, yəni vaxtla bağlı məlumat verir. O dedikodlar, bir-birinə məlumatların ötürülməsi hansı vəziyyətlərdə daha çox yaranır? Qeyri-müəyyənlik vəziyyətində. Yəni burada bir dəyişim prosesindən baş verir və dəyişim gedən hər bir yerdə istər-istəməz insanlar tədirgin olurlar və məlumatsız olanda bir-birlərinə məlumat almaq istəyirlər, sual verirlər, bilən məlumatı paylaşmaqda maraqlı ola bilir. Ona görə də buna rağmen bir daha da yəni bu məlumatları gizli saxlayın, məxfi saxlayın və sonrasında bunlar olacaq deyə növbəti eventlər haqqında məlumat vermək müəyyən qədər o pressure-ı, o qeyri-müəyyənliyi azaltdığı üçün bu yolu seçmiş olur. Amma non-disclosure agreement imzalamaq bu onsuz da ilk başda hər kəsdə olur, hər kəs imzalayır. Amma sırf bu mitingə görə bunu imzalatmaq şarm tərəfindən uyğun bir yanaşma olaraq qəbul edilmir. Incentive for refraining, yəni bu sanki susmaq üçün onlara bunun qarşılığında bir ödəniş eləyir. Bu ümumiyyətlə qəbul edilmir heç bir yanaşmada ki, işçilər danışmasın deyə, müzakirə etməsinlər deyə bunlara ödəniş olunsun. Elə bir yanaşma yoxdur. Meet with the employees to identify reasons. Bu da bir zaman alır. They might tell their colleagues. Yəni hər kəslə görüşüb onların fikrini almaq ki, bu deyə bilər. Yəni bu situasiyada bir həftə ərzində hər kəsə bu məlumat verilməlidir və bu müddət ərzində hər kəslə görüşsün, sən deyə bilərsən, deyə bilməzsən, yanaşması uyğun gəlmir. Ona görə də iclasın sonunda hər kəsdən xahiş edir ki, yəni kimlər
alıb bu məlumatı görüşün nəticəsində proses gedişatı haqqında məlumat verilir və kimsə ilə paylaşılmaması xahiş olunur. Yəni burada önəmli məsələ xahiş olunur və ethical, yəni etik yanaşma tərzi HR-lardan, şirkətdən tələb olunsa da eyni zamanda işçilərdən də tələb olunan bir davranışdır, kompetensiyadır. Buna vurğulamağa istəyir burada bu кейsdə. Bizim bir öncəki məsələmizdə biz gördük ki, birinci sualımızda nə idi? Menecerlərin bayinini almaq idi. Burada business case, yəni inandırmağa çalışır ki, nəyə görə belə bir qərar verilib. İkinci кейsdə biz etik məsələyə toxunduq ki, nəyə görə şirkət ethical competence-ını istifadə etməlidir. İndi gəlin üçüncü senaryomuza baxaq. Burada artıq yeni bir məsələdir, yeni bir senaryodur. Bunu oxumaq istəyən var mı aranızda? Yəni kimsə könüllü olaraq teksti oxuya bilər. Onda gəlin belə eləyək. Qısacası mən özət keçərək deyim. Yəni vaxt baxımından mən istəyirəm ki, biraz çox vaxtınızı almayım. Deməli, bir şirkətdə HR direktoruna prezident, yəni şirkətin prezidenti deyir ki, ona yeni bir asistan lazımdır. Amma artıq bu asistan da bəllidir. Şirkətdə daha öncə çalışmış bir nəfərdir, amma o başqa bir ərazidə yaşayır və amma onun hər hansı bir skili ilə, bacarığı ilə bağlı problem yoxdur. Onun işə cəlb olunmasını istəyir. Yəni bir vakansiya var, artıq kandidat da orada məlumdur. Sadəcə problem burada o başqa bir ərazidə yaşayır, regionda yaşayır. Şirkətin mövcud olduğu yerdə deyil. Eyni zamanda prezident, şirkətin prezidenti HR direktoruna deyir ki, müzakirə edir. Bu boardun bir qərarı olacaq, struktur dəyişikliyi olacaq və ümumiyyətlə o pensiyaya gedəcək, təqaüdə göndəriləcək və ümumiyyətlə bu pozisiyona artıq şirkətdə ehtiyac olmayacaq. Yəni bu işə cəlb olunmaq istənilən executive assistant rolu olmayacaq. Eyni zamanda relocation assistance və severance package, yəni ödənişlər də həyata keçirilməyəcək bununla bağlı. HR direktoru bu potensial kandidata bu məlumatları vermək istəyir, amma prezident buna da qarşı çıxır, çünki bu məxfi məlumatlardır. Hələ bununla bağlı heç kəsin məlumatı yoxdur və bu da bildirilməməlidir deyir. Amma təbii ki, HR direktoru işə götürülməsi, hətta başqa bir yerdən gələn bir işçi ilə bağlı bu məlumatların ondan əvvəlcədən şəffaf halda paylaşılması gərəkdiyini bildirir. Amma prezident buna qarşı çıxır və deyir ki, yox, biz məlumatı paylaşmadan bu şəkildə davam etməliyik. HR direktor ümumiyyətlə bu baxımdan şirkətin dəyərlərinə, mədəniyyətinə ziddir deyə prezidentə yenə də bunu anlatmağa, başa salmağa çalışır ki, bunun riskləri ola bilər. İndi gəlin sual hissəsinə keçək. Sualda nə deyir? Deyir ki, what is the best course of action for the HR director to take? Yəni bu vəziyyətdə HR direktorunun eləyə biləcəyi ən yaxşı action nədir? A variantında request to speak to the chairperson of the board of directors and share the concerns. Chairpersonla, yəni müşahidə şurası ilə direktorlarla danışmaq istəyir, daha üst mərtəbəyə qaldırmaq istəyir bu məsələni və bu narahatlığı orada bildirmək istəyir. Send and deməli anonim e-mail göndərmək istəyir kandidata, vəziyyəti aydın şəkildə başa salsın. Üçüncü variantda deyir ki, deməli bu initiate the regular job search protocol during the phone screen share with the candidate organizational paylaşmaq istəyir ki, orqanizasiyada nə kimi dəyişikliklər olacaq, hansı restrukturizasiya dəyişiklikləri baş verəcək, job elimination-dan bağlı məlumatlar vermək istəyir, gözlərinə nələr baş verəcək.
D variantında da deyir ki, yenə də prezidentlə məsləhətləşib ona konsultasiya vermək, bu qərarın benefiti nədir, ona fokuslanmaq, şirkətin missiyası, dəyərləri haqqında, mədəniyyəti haqqında, mədəniyyətin qorumaq üçün bu haqda məlumatlar vermək. İndi sizcə bu variantlardan hansı daha doğrudur? Fikrini paylaşmaq istəyən varmı yoldaşlar? Çoxunluq D variantının düzgün olduğunu hesab eləyir. Bəli, çünki burada vəziyyət necədir? Əgər biz kandidata doğru məlumat verməsək, onun başqa şəhərdən başqa bir şəhərə köçürdü və bu müddət ərzində bu müddətin sonunda ixtisara düşəcəyini öncədən bildirməsək, bu nə şirkətin dəyərlərinə, nə mədəniyyətinə uyğun olmaz. Ona görə də öncəsində məlumat verməklə bağlı bir konsultasiya keçirməyi təklif eləyir və şirkətin mənafeyini qorumaq üçün bu istiqaməti seçmiş olur. Yəni burada doğru variant D variantıdır. Bəli, D variantı doğrudur. Nəyə görə birinci variant doğru deyil? Çünki birinci yaşadığı problemi yaşadığı prezidentdir və onunla onu inandırmağa çalışmalıdır. Ona bu vəziyyəti qəbul etdirmədən birbaşa daha üst mərtəbəyə qalxmaq şarm yanaşmasında düzgün deyil. Nəyə görə? Çünki səndən burada tələb olunan məsələ kompetensiya, leadership skillləri göstərməli və doğru yönəltmək üçün öz gücündən, power'dan istifadə etməlisən. Artıq nə vaxt çıxılır? Çıxılmaz vəziyyət olanda, həll yolu tapılmayanda, çox kritik risk vəziyyətində, hüquq məsələləri girəndə, məhkəmə məsələləri olanda artıq dərhal action alıb yuxarı instansiyalara qalxılır. Amma ilk başda öz leadership qabiliyyətlərindən, bacarıqlarından istifadə edib buna həll etməyə çalışmalıdır HR lideri. Anonim e-mail göndərmək bu ümumiyyətlə etik bir hərəkət deyil. Hər hansısa bir HR tərəfindən belə bir yanaşmanın tətbiq olunması. Bu da deməli telefon danışığı zamanı bu restructuringlə, pendinglə bağlı məlumat verməsi də düzgün deyil. Çünki prezident tələb eləyir ki, bu məxfi məlumatda hələ heç kimsə ilə paylaşmaq olmaz. Yəni confidential məlumatın paylaşılması kimi qəbul edilə bilər. Ona görə də bu variantda doğru variant deyil. İndi bu кейslə bağlı ikinci sualda soruşur ki, what dilemma could HR face president request ignored? Əgər HR direktorun tələbi, prezidentin tələbi pozularsa, yəni HR direktoru hansı dilemmanın yaşanmasına səbəb olar? Yəni prezidentin tələbini ignor eləyir və kandidata bu struktur dəyişikliyi ilə bağlı məlumat verir. A variantında heç bir dilemma ilə qarşılaşılmaz deyir. B variantında konfidensial məlumat pozulmuş olacaq, paylaşılmış olacaq. Making an offer in temporary position is illegal. Müvəqqəti pozisiya illegaldır, qeyri-qanunidir. Onu təklif etmək. D variantında HR director will not be acting as an effective internal advisor to the president and the candidate. Yəni HR direktoru daxili advisor olaraq, məsləhətçi olaraq prezidentə və namizədə
effektiv davranış sərgiləməmiş olacaq. Sizcə burada hansı doğru variantdır? D variantını seçmişsiniz. B, D, D. D daha çox təşkil edir gördüyüm qədərilə, doğru mu? A variantı da var. Nəyə görə D variant? D variantı seçənlərdən kimsə bunu bildirə bilərmi öz fikrini? Axşamınız xeyir. Mən Axşamınız. seçmişəm D variantını. Buyurun, siz də eşidəcək. Dilemma demək iki yol arasında qalmaq deməkdir. Evet. HR da burada iki yoldan birini seçməlidir, amma seçə bilmir. Hı-hı. Çətin vəziyyətdədir. Qərar verməkdə biraz çətinlik çəkir. D variantı burada bu uyğun variant kimi görünür. Sizin də qeyd etdiyiniz kimi dilemmada qalıb və seçim eləyə bilmir. Amma suala fokuslandığımız zaman prezidentin tələbini ignor eləyib və kandidata bu haqda məlumat verməsi artıq effective advisor rolundan çox konfidensial məlumatın paylaşılması deməkdir. Yəni bu prezidentin istəyi var idi ki, bu konfidensial məlumatda bunu paylaşmayın, amma bir variantında qeyd olunan confidential information will be breached, bu maddə pozulmuş olur. Yəni bu vəziyyəti pozmuş olur HR direktoru. Ona görə də D variantı və B variantı çox vaxt seçilən variantdır. D variantı əsasən xüsusilə. Mən nəyə görə soruşdum ki, siz nəyə görə bunu ümumi seçmişsiniz? Qarışdırmaq üçün, o çətinliyi yaratmaq üçün bəzən çox yaxın bir variantlı suallar arasında qoyulur. Qabaq, yəni bir neçə il bundan qabaq şarmda imtahanlarda məsələn üçün tam doğru cavaba 1 bal verirdilərsə, növbəti müddətlərdə artıq bunu məsələn daha yaxın cavaba 0.75, 0.5 deyə qiymətləndirirdilər. Artıq elə bir model yoxdur. Sadəcə ən doğru variantı seçirlər. Ona görə də bu sualın da ən doğru variantı B variantıdır. Əgər HR direktoru prezidentin tələbini yerinə yetirməsə, konfidensial məlumatı qarşı tərəfə ötürsə, konfidensial məlumat paylaşımı pozulmuş olacaq. Yəni bu variant burada ən doğru variant hesab olunur. Digər no dilemma will be faced. Xeyr, dilemma yaranır. Bu mövcuddur. Burada temporary position illegal. Xeyr, elə bir şey yoxdur ki, qısa müddətli bir təklif eləmə illegaldır. Ümumiyyətlə heç bir ölkədə bu qayda yoxdur. Üçüncü də dediyim kimi ən uyğun variant kimi görünür, amma burada direktorun advisor rolundan çox artıq məlumat paylaşılarsa hansı problemlə qarşılaşılır, ona vurğulamaq istəyir vəziyyəti, məsələni. Əlavə etmək istədiyiniz bir şey varmı? O zaman üçüncü suala keçid eləyək. Üçüncü sualda görürük ki, yazır ki, rather than relocating a candidate from another region, what alternative can the HR director offer that has minimal disruption for the organization? Yəni, başqa bir regiondan kandidatı gətirməkdənsə, HR direktoru burada hansı yanaşmanı, yəni şirkət daha çox zərər görsün, daha az təsirlənsin bu vəziyyətdən nə təklif eləyə bilər?
The president could be consulted on the advantage of hiring a local temporary employee who doesn't require relocation. Prezidentə bu barədə məlumat verilə bilər ki, yəni konsultasiya edilə bilər ki, yəni daha yaxın bazardan seçilsin bu namizəd, nəinki gedib uzaqdan bir nəfəri gətirmək. The board of directors and the president could agree to move up to president exit date and let an interim president make starting change. Direktorlar şurası və prezident razılaşa bilər ki, prezidentin çıxış müddəti ilə bağlı razılıq əldə olunsun, yəni işdən çıxması ilə bağlı və növbəti prezident artıq struktur dəyişikliyini etsin. Diğer variantımız, senior leadership could go ahead and announce the organizational change, anons eləyə bilər. Bir də temporary agency could be engaged to manage the search and hire a temporary assistant in spite of the president. Prezident əvəzində hansısa bir agency müvəqqəti olaraq bu pozisiyaya adam işə qəbul eləyə bilər. Sizcə burada hansı variant doğrudur? A variantı seçənlər var idi, səhv eləmirəmsə aranızda və demək olar ki, əksəriyyət D variantı seçən də var, A variantı və D variantı. A variantı seçənlərdən kimsə öz fikrini paylaşmaq istəyə bilərmi? Nəyə görə A variantını seçdiniz? Bəli, Leyla xanım, mən deyə bilərəm. Buyurun, Ləman xanım. Düşünürəm ki, A ən uyğun olar. Çünki biri var ki, biz hansısa bir xaricdən gələn bir işçiyə bunu demədən, əvvəldən xəbər etməsək ki, bu müvəqqəti bir, belə deyək, vəzifədir. O gələcək və onun xərcləri olacaq və beləliklə biz həm onu bir tərəfdən aldatmış olacaq, həm də bizim yeni işçi tapmamız vaxt tələb edəcək. Amma deyək ki, yerli bir işçini tapsaq və ona əvvəldən desək ki, bu müvəqqəti bir vəzifədir, məncə bu daha yaxşı olar və xərclər daha az olar. Bəli, bu yanaşma bunu tələb eləyir. Yəni, bir HR konsultant olur. Burada consultation competency də girir. Yəni, vəziyyəti izah eləyir, yəni qısa müddətdə cəlb eləyir, daha sonra işçini pis vəziyyətdə qorumaq, şirkətin etibarına təsir etməkdənsə daha uyğun bir namizədi işə götürüb, yəni qısa müddətli relocation proses baş vermədən bunu eləyək. Nəyə görə bir variantı doğru variant deyil? Burada çünki artıq bir razılaşıb ki, yəni bu müddət ərzində təqaüdə gedənə qədər mövcud prezident olacaq. C variantında anons eləmək ki, organizational change, orada dəfələrlə qeyd edilir ki, bu konfidensialdır, bunu bildirməyək. Bunun üzərinə qalxıb anons eləmək, əgər elə bir şey var idisə, elə əvvəlcədən kandidata da bunu demək olardı. Ona görə bu variant da doğru variant sayılmır. Temporary agency could be engaged. Yəni, bu HR-ın rolunu zəiflədən bir variantdır ki, yəni, mən zaten eləyə bilirəm. Mən sadəcə burada məsələ vakansiyanı doldurmaq deyil. Baxın, şarmda çox önəmli hissə burasıdır. Yəni, mənim məqsədim sadəcə orada yaranan bir vakansiyanı doldurmaq deyil. Hətta kandidat da məlumdur, prezident deyir. Yəni, icraçı funksiyasında olan HR kandidata gedər deyə gətirər. Burada məsələ etik məsələlər var, konsultasiya məsələsi var, leadership məsələsi var. HR şirkətin bu vəziyyətdən ala biləcəyi zərəri fikirləşir. Uzun müddətli impakti fikirləşir ki, yəni bir nəfər belə olsa şirkət haqqında
Məni qısa müddətdə götürüldülər. Sonra şirkətdən kənar qaldım. Qısa bir müddət üçün oradan bura gəldim, yerləşdim. Amma bildikləri halda öncədən bilinən bir məlumatla bağlı mənimlə heç bir şey paylaşılmaması etibar zədələnməsinə səbəb olur. Artıq burada bir HR lider mövqeyində yerləşdirilir və inandırmağa çalışır ki, ya biz kandidata bu məlumatı verməliyik, ya da sizin qeyd etdiyiniz kimi Ləman xanım, daha uyğun bir namizəd, yəni relocation prosesi olmadan yaxından bir namizədi işə cəlb etməliyik. Hər hansı başqa fikir varmı? Leyla xanım, biz belə deyə bilərik ki, onda HR belə bir situasiyada həm də işçini də düşünür. Yəni ancaq şirkət tərəfdən deyil, həm də digər tərəfi də düşünür. Bəli, bəli. Ona görə ki, HR elə bir mövqedədir ki, hər iki tərəfin arasında bir körpü rolu oynayır. Yəni az öncəki кейsdə də gördük ki, yəni işçilərdən xahiş etdi. Onlara sərt bir mövqe ilə yanaşmadı. Dedi ki, siz məlumatları konfidensial saxlayın. Digər bir məsələdə, yəni işçinin fikirləşir ki, yəni işçinin fikirləşməklə yanaşı, yenə də dolayısıyla şirkəti fikirləşmiş olur. Nəyə görə? Çünki bir işçidə şirkət haqqında formalaşacaq fikir var. Yəni bunun culture-ına, bunun dəyərinə, transparency dəyərinə ziddir. Şirkət də orada qeyd edir ki, risk for not following the organizational staffing and selection policy. Şirkətin selection policy-sinə ziddir deyir. Absence of transparency, кейsin içərisində yazır, şəffaflığın itməsi deməkdir. Yəni bunların siyasətində, işə qəbul siyasətində belə bir şey var ki, şəffaf olunmalıdır. Bu halda sən o siyasəti pozmuş olursan. Həm şirkətin mövqeyini qorumağa çalışır, eyni zamanda qarşı tərəfin mövqeyini qorumağa çalışır. Mən fikirləşirəm ki, bizə 1 saat vaxt ayrılmışdı. Biz o vaxtı keçmişik, düzdür. Burada yenə də suallar var, bilmirəm. Bir sualımız qalıb. İstəyirsinizmi ona da baxaq, yoxsa artıq yekunlaşdıraq proqramı? Siz necə desəniz, biz elə eləyə bilərik. Sizə necə uyğundur Leyla xanım? Yorulmamışsınız? O zaman yox, mən yorulmamışam, xoşdur. O zaman gəlin elə sonuncu suala da baxaq birlikdə. Ondan sonra artıq sizin suallarınız olarsa onun üzərindən gedərək. Axırıncı sualda deyir ki, if an executive assistant is hired for 10 months, 10 aylıq müddətinə işə alınsa, what can the HR director do to help the executive assistant prior to announcing the departure of the president and the executive assistant pending for job elimination? Yəni 10 aylıq müddətə işə alınarsa, əgər bu asistan, HR direktorun bu asistana prezidentin getməsi ilə bağlı məlumat yayılandan sonra və ixtisarla bağlı nə etməlidir? Yəni HR burada nə edə bilər bu işçi üçün, bu executive assistant üçün? Have a meeting on international promotion and career advancement for all staff. Bütün işçilər üçün miting keçirdi və internal promotionla bağlı, kariyer inkişafı ilə bağlı məlumat vermək. Confide in a trusted employee and during the onboarding introduce him or her to the new executive assistant as a new hire body assigned to help the assistant learn the organization culture and new job. Burada da güvənilir işçilərdən, yəni bu onboarding prosesində özünü təqdim etməklə bağlı yeni bir body təyin olunması, buna kömək etməsi ilə bağlı şirkətin mədəniyyəti və yeni işlə bağlı dəstək göstərə bilər. Be available for advice or counseling during the transition. Yəni konsultasiya verə bilər. Bu transition müddətində ona konsultasiya vermək üçün hər zaman available ola bilər. HR cannot really do anything in this situation. Yəni bu situasiyada heç bir şey eləyə bilməz. Şifahi də müzakirəmizə davam eləyə bilərik istəyirsinizsə. Sizcə hansı variant niyə olmaz? Mən hətta istəyərdim ki, niyə olmaz üzərindən gedək. Orada daha yaxşıdır ki, biz aydınlaşdırırıq ki, orada doğru varianta bizi daha çox aparır. Niyə olmazları müəyyənləşdirdiyimiz zaman, distractorlar müəyyənləşdirdiyimiz zaman.
Məsələn, have a meeting on internal promotion and career advancement for all staff. Burada all staff deyir, hər kəs üçün. Məncə bu məsələ yəni üzr diləyirəm. Bəli, danış, buyurun. Sözünüzü kəsmədim. Yox, buyurun, estağfurullah. Demək istirdim ki, məncə bu məsələ yəni bütün işçilərə aid deyil. Yəni Bəli, daha spesifik bir situasiyada. Tamamilə düzdür. Çünki burada konkret executive assistantın vəziyyətindən təsvir olunur. Amma cavabda deyir ki, bütün staff üçün miting keçirilib, onların promotionları karyerası ilə bağlı. Yəni bu artıq olmayacaq bir cavabdır. Və yaxud da D variantı. HR cannot really do anything. Yəni bu ümumiyyətlə şarm yanaşmasında tamamilə qəbul edilməyən bir variantdır ki, nəyə görə HR bu vəziyyətdə heç bir şey eləyə bilməz. Eləyə bilər axı. Burada misal üçün C variantında gördüyümüz kimi C variant be available to advise. Be available to advise or counseling during the transition. Yəni HR hər bir işçi üçün əlçatan olmalıdır. Yəni o konsultasiya verməlidir. Bəlkə ona uyğun başqa bir pozisyon var, kariyer istiqaməti dəyişilə bilər, başqa bir yerdə karyerasına davam eləyə bilər. Bununla bağlı işçi konsultasiyalar verməlidir. Ona bu baxımdan dəstək olmalıdır ki, işçi relocation olub, 10 ay buradadır və bir anda işini itirməklə bağlı situasiya qarşısında qalır və nə edilməsi gərəkdiyi ilə bağlı ona məlumat verilməli, konsultasiya verilməlidir, istiqamət göstərilməlidir. Suallarımız bundan ibarət idi. Fikirlərinizi bölüşə bilərsinizmi? Yəni, əgər nə fikirləşirsiniz, necədir? Mən ümumiyyətlə sezdim ki, auditoriya suallara çox, belə deyək, çoxunluqla düzgün cavab verirdi, istiqamətləri onunla bağlı idi. Siz nə fikirləşirsiniz, nə düşünürsünüz bununla bağlı? Hər hansı bir awareness, bir fikir formalaşdı mı sizdə? Leyla xanım, birinci növbədə sizə təşəkkür etmək istəyərdim. Çünki çox aydınlandı bu məsələ mənim üçün, bu imtahanın strukturu. Deməli, bir sualım var. Mən düşünürəm ki, bu imtahana yəqin ki, hansısa bir keçmiş praktikalardan, yaxud bizim işlədiyimiz deyək bir mühitə uyğun bəzən suala cavab verməmək daha yaxşı olar. Siz nə düşünürsünüz? Bəli, bəzən çaşdırıcı ola bilir. Çünki bizim işlədiyimiz şirkətlərdə, ümumiyyətlə bütün şirkətlərdə vəziyyətlərə görə bəzən qərarlar verilir. Bu, qarşılaşdığımız hallardır. Yəni, biz öz təcrübələrimizi bu suallarda cavablandırdığımız zaman istifadə edəndə ən yaxşı best action'ı, yəni bu best action bütün praktikada, yəni ideal vəziyyətdə burada təsvir olunan case-dəki yanaşmaya görə qərar verilməsini tələb edir. Biz öz təcrübəmizlə bəzən bunları qarışdırdığımız zaman tam şarmın istədiyi cavab olmamış ola bilir. Ona görə də təcrübəni bir tərəfə qoyub, yenidən tam refresh etmiş bir şəkildə yanaşdığımız zaman və case-lərdə istənilən pointləri tutduğumuz zaman, onları müəyyənləşdirdiyimiz zaman daha rahat cavab vermə imkanı yaranır. Çox sağ olun. Buyurun, sağ olun. Başqa sualınız varmı? Hər hansı bir qaranlıq qalan, bilmək istədiyiniz? Bir də Leyla xanım, bu sualları, məsəl üçün, bu imtahana aid olan strukturu açıq şəkildə tapmaq olurmu? Yoxsa mən çalışdım tapmaq, amma belə deyim, yəni məlumat azdır. İmtahan sualları ilə bağlı mı? Bəli, bəli. Onsuz kurs müddətində sizə hər modul keçildikdə, hər mövzu keçirildikdən sonra suallar paylaşılacaq. Siz həmin sualları eləyəcəksiniz və nəticələr çıxacaq. Məsələn, o mövzu üzrə siz neçə faiz sualları doğru cavablandırmışsınız. Mütəmadi suallar sizdə olacaq. Siz davamlı həmin suallar üzərində işləyəcəksiniz. Açıq resurs yoxdur, çünki Learning System portalı var şarımın və sualları orada olur, orada yerləşdirilir. Kursun HR optionun belə bir
avantajı olacaq ki, sizə həmin suallara access imkanı veriləcək. Anladım. Çox sağ olun. Buyurun siz. Mən bir sual verə bilərəm. Çox təəssüf olsun ki, mən gec qoşuldum, görmədim, mənə bildiriş gəlməyib. Mənim bir sualım var. Bu siz kurs deyirsiniz, hansı kurs? Yəni nə kursuna? Ya siz keçirsiniz, yoxsa hamımızın bildiyi bir kurs deyirsiniz? Bu Şarm sertifikatını hazırlıq kursudur. Yəni bu HR Option'da təlimçi olaraq bəli mən tədris edəcəyəm. Bu kursa, yəni siz kursa müraciət etdiyiniz zaman sizə proqram, onun təfərrüatları ilə bağlı məlumatlar paylaşılacaq, detallı və siz sertifikatı əldə etmək istəyirsinizsə, kursda iştirak edərək əldə edə bilərsiniz. Kursu paylaşacaqsınız qrupda, WhatsApp qrupunda ki, əvvəl məlumat almaq üçün yazın. Bəli, əlbəttə bizim əməkdaşlar, kursumuzun əməkdaşları sizinlə bütün məlumatları paylaşacaqlar. Siz orada kurs proqramını istəyirsiniz, həmin kurs proqramı sizinlə paylaşılacaq. Aydın, çox sağ olun. Siz də sağ olun, buyurun. Əgər başqa sualımız yoxdursa, mən fikirləşirəm ki, bugünkü sesiyamızı yekunlaşdıra bilərik. Ümumiyyətlə, necə düşünürsünüz? Sizin üçün faydalı oldu mu? Yeni bir şey əldə edə bildinizmi? Yeni məlumat və yaxud da? Çox faydalı oldu həqiqətən. Çox sağ olun. Siz də sağ olun, uğurlar. Yenə də hər hansı bir Teşekkür sualınız ederim. siz də sağ olun, buyurun. Hər hansı bir sualınız olarsa, HR Option komandası bütün suallarınızı cavablandıracaq. Dediyim kimi, əgər məqsədli şəkildə bu sertifikatı əldə etmək istəyirsinizsə, yayda inşallah kurs başlayacaq və o yay, o müddətə qədər özünüz də, yəni istəyir ingilis dili ilə bağlı, istəyir HR ilə bağlı bilgiləri özünüzdə yeniləyə bilərsiniz, daha da bir plan qura bilərsiniz. Artıq inşallah intensiv şəkildə kurs başladıqdan sonra bütün materiallar, testlər, kitablar, mövzular və bizim həftəlik görüşlərimizdə sizin bu bilgiləriniz çox sürətli bir şəkildə yüksələcək və inanıram ki, sertifikatı çox aranızdan çoxunuz, bəlkə də hamınız əldə edəcəksiniz. Çox sağ olun, vaxt ayırdığınız üçün, qoşulduğunuz üçün təşəkkürlər. Sağ olun. Sağ olun. Sağ olun. Nigar xanım, buradasınızmı siz? Nigar xanım, yekunlaşdırırıq biz artıq master klası, sesiyanı. Başqa bir sualınız varmı? Hər hansı bir? Yoxdursa o zaman yekunlaşdırırıq. Çox sağ olun, təşəkkürlər hər birinizə. Uğurlar. Sağ olun.